Selamun Aleyküm. Bugün bir video yayınladım. 25 saniyelik bir video. Büyük səs-küyə səbəb oldu. Boladi çayının məcrasının zəbt olunması barədə video yayınladım. Orada bir çocuq, bir uşaq, bir qrup uşaq etiraz güya mənə bildirir ki, 12 ildir barama saxlayıram, ixtiyarım var oranı zəbt eləməyə. Belə də ki, kim istəyir, palçıqdır da gəlib daşıyıb apara bilər. Yəni ona aid olmayanı artıq peşkəşlə çəkir. Palçıq sənin üçündür. O torpağa ki, şəhidin qanı axdı, qanı qarışdı, o vətən oldu. Mənim üçün bura vətəndir. Vətənimə dil uzadanın dilini, göz dikənin gözünü, əl uzadanın əlini kəsərəm. Ona o sözləri dedizdirən var. Dedizdirən qüvvə hansıdır? İzah eləyərəm bir-bir. Bunun üçün bir qanunu oxumaq, qanunun başlığını oxumalıyam. Ümumilli lider Heydər Əliyev prezidentliyi dövründən qalan qanundur. Yerin tərki haqqında Azərbaycan Respublikası qanununun icrasının təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli fərmanına uyğun olan qərar, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli sərəncamı ilə təsdiq edilmiş Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması, yerin tərki haqqında qanun, geoloji informasiya, geoloji tədqiqatların gizliliyi və s. və ilə axır. Bunun üçün illər əvvəl 2012-2013-cü illərdə qanunsuz olaraq quyu qazıldı və kəşfiyyat işləri aparıldı. O kəşfiyyat işi aparılandan sonra kəndimizdə Göbələk kimi bir neçə böyük obyekt, qanunsuz obyekt peyda oldu. Torpağın təyinatı dəyişilmədən dövlətə şərik çıxanlar biriləri bələdiyyəni satın alıb, bələdiyyə üzvlərini satın alıb işlərini gördülər. Bir neçə il ərzində bu planlar davamlı olaraq həyata keçirilir. Kəndin gənclərini buradan qovmaq, kəndi boşaltmaq, kəndi dizə çöktürmək, kəndin kənd təsərrüfatını dizə çöktürmək, bunlar planlı şəkildə həyata keçirilir. Kəndi susuz saxlamaq, bunlar planlı şəkildə həyata keçirilir. Kəndin, Boladi kəndi bir saylı tam orta məktəbin şəhid Nahir Axundov adına bir saylı tam orta məktəbin direktoru Əliyev Seyran da bu işlərin tam içindədir. Müxtəlif hədiyyələrlə, müxtəlif kimə hədiyyə olundu, kimə torpaq peşkəş olundu, kimə nə olundu. Son bələdiyyə seçkilərində də bütün bu çirkinliklər tam üzə çıxdı. Mədəniyyət, dırnaq arası mədəniyyət işçiləri də bunların içindədir. Bunun dediklərimin tam sübutları var, tam faktları var. Heç bir sözlərim əsassızdır. Aparılan o qanunsuz kəşfiyyat işlərindən sonra bütün pisliklər başlandı. Hal-hazırda həmən bələdiyyə sədri yenə də öz yerinə gəldi, təyin olundu daha doğrusu. Onun müavini yenə də həmən müavin ki, hansı ki 3 ildir oğlunu hərbi xidmətlə müxtəlif yollarla yayındırır. Dövlətin torpağını onun üçün iş görənlərə peşkəş çəkir. Təzə yeni seçilmiş 9 bələdiyyə 9 üzvünün dərhal araşdırılmasını tələb edirəm. Seçki komissiyasının üzvlərinin hamısının araşdırılmasını tələb edirəm. Necə olur seçki komissiyasının üzvləri kimisi xəndək zəbt edir, heç kim ona söz demir. Kimisi çayın için zəbt edir, heç kim ona söz demir. Kimisinə 2 hektar torpaq ərazisi bəxş olunur, hədiyyə olunur. Heç kim ona bir söz demir. Mən əkinçiyəm, mənə torpaq ərazisi verilmir. Sadəcə ələ salırlar məni və bu ildə mənə əkin əkməyə imkan vermədilər. Mən əkin əkə bilmədim. Torpağıma da traktor, texnika apara bilmirəm. Bunların nəticəsi olaraq Azərbaycan dövlətinin təməlinə zərbə vurulur. Kimlərsə dövlətimizə şərik çıxır. Kimlərsə dövlətimizə meydan oxuyur. Boladi kəndində dövlətimizə meydan oxuyur. Aidiyyəti orqanlardan, aidiyyəti qurumlardan tələb edirəm ki, dərhal Boladi kəndində bu barədə araşdırmalar aparılsın.